Allah bizə ruzu verib də, düzdürmü? O ruzunun qabağın kimsə kəsə bilərmi? Allah Teala qeyd edir Quran-ı Kərimdə ki, "Nəhnu qasamna beynəhum məişətəhum fil həyatid dunya." Biz dünyada qulların güzaranlarını bölmüşük. Onların dolanışığını, ruzularını, kim nə qədər yeyəcək, kim nə qədər içəcək, kimin məsələn aylıq maaşı nə qədər olacaq və s. bolluğu, qıtlığı hamısını deyir Allah Teala bölür. Adi bir sıravi ölkənin vətəndaşın qeybətini etməklə ölkənin rəhbərinin qeybətini etməsi eyni deyil. Ölkənin rəhbəri daha şiddətlidir. Bəlkə sıravi vətəndaşdan halallıq ala bilərsən, lakin ölkənin rəhbərinə əlin çatmır halallıq almaq. Daha şiddətlidir. Qalacaq boynunda. Bəli, qalacaq boynunda qiyamət günü. Həmçinin Allah Teala deyir ki, "Qulillahumma malikal mulk." De ki, ey mülkün sahibi ol Rəbbim. Tu'til mulke men teşə, mülkü istədiyinə verirsən. Və tenzi'ul mulke mimmen teşə, istədiyindən alırsan. Və tu'izzu men teşə, istədiyini izzətləndirirsən. Və tuzillu men teşə, istədiyini zəll edirsən. Əl-əyə. Burada bizim üçün dəlil hissəsi oldu ki, izzətləndirən də Allahdır, rəzil edən də Allahdır. Allah Teala onları izzətləndirib, onları ucaldıb. Yəni kimsə onları alçatmağa çalışsa belə, vallahi alınmayacaq. Çünki Allahın ucaltdığını Allah özü alçalda bilir. Allah Teala başqa ayədə bildirir ki: "Və men yuhinillahu fema lehu min mukrim." Allah kimi alçaltsa, ona hörmət qoyan tapılmaz.